Mina xanım, sizin özəlliyinizdə sanki xüsusi bir şua var. Hansı ki adamı qızdırıb cuşa gətirir. Əsasən də ifalarınızla rəqsiniz möhtəşəm bir mənzərə. Siz təbiətin sirri tək fərqli və buna baxmayaraq müsbət təsir edici davranışlarınız zəngindir. Sizin ətrafınızda olduqda nə bir illət, nə bir öfkə, nə bir zülmət adamı sarsılda bilmir. Siz öz səhnə nüfuzunuz tək toxunulmaz bir güvənlik. Sizin qarşınızda heç bir cəsus belə gizli qala bilməz. Hüsnünüz xalis, nikbinlik, məhəbbətlə dolu bir yaraşıqdır. Mina xanım, siz dinləyicilərin ifaçısı deyil, musiqilərinizi dinləyicilərə ifa etdirməyi bacaran bir müğənnisiniz. Siz səhnə rəhbərləri tək bülbüllərə tütək səsli avazıyla bir dəstək. Tütək səsli avazıyla bir dəstək.